Həftəlik bürclər Oğlaq Boğa Qız bürclərini 27 apreldən 5 maya doğru nələr gözləyir? Birinci oğlaqlardan başlayaq. Əslində oğlaqlar bu həftə həm qərarsızlığınız çoxdur, həm pula, maddiyyata doğru sağlam bir şəkildə belə deyim də aktiv hərəkət etməyiniz yoxdur. Güvənsizlik, kölgə vəziyyətində həddən artıq nüanslarınız çoxdur. Əgər yolla maşınla əlaqədar nəsə addım atmaq istəyirsə, yolla maşınla əlaqədar böyük bir dəyişiklik etmək istəyirsə, bunları etməyə məsləhət görmürəm. Bu dəqiqə həm gizli bir pul, maddiyyat oyunları var ətrafınızda, həm öz güvənsizliyiniz var, pul olaraq, maddiyyat olaraq aktivləşməyiniz zəifdir, həm də daxili enerjiniz çox zəif vəziyyətdədir. Bilin ki, aktivləşmək istəyirsiniz, hər şeyi geridə saxlayacağınız, hər şeyi boşluqda saxlayacağınız bəzi nüanslarınız var ki, tamamlanmağınız zaman çərçivəsinə doğru boşluq vəziyyətindədir. Ümumi dəyərləndirsək, belə deyim də, xoşuma gəlməyən, bilmirəm, qəribə bir şey var. Elə bir ürək bulantınız, iyi, qoxu bilmə, dad bilmədə bir balaca ilgənmə kimi bir nüanslarınız var oğlaqlar. Bunlara fikir verməlisiniz. Ola bilər zəhərlənmə kimi bəzi nüanslarınız da sizdə baş versin. 71%-ə qədər həftənizi uğurlu edə bilərsiniz, amma bu həftə bir balaca deyilən sözlər və deyilən fikirlər yaddaşlarına bağlı nüanslarda problemləriniz ola bilər. Oğlaqlar. Buğalara gələndə buğalar bu həftənin uğurlarından biri də sizsiniz, amma gücünüzü lazımdan çox israf etməyə ehtiyac yoxdur. Bu həftə lazımdan çox gücünüzü israf edəcəksiniz. Mən güclüyəm, mən dözümlüyəm, mən hər şeyi idarə edə bilərəm ki, belə bir nüans yoxdur. Bacarığınız qədər güc və enerjilərinizi stabilləşdirməlisiniz. Çünki nəyi necə edəcəyinizi, gücünüzü hansı istiqamətdə danışığınızı, hansı istiqamətdə aparacağınızı dəqiq olaraq, beyin olaraq bilmirsiniz. Amma robot vəziyyətində dayanmışsınız, hər şeyi aktivləşdirmək istəyirsiniz, hər şey öz krallığınızı bildirmək istəyirsiniz. Bu həftə məsləhətlərə çox qulaq asın. Elə bir xəbər, elə bir məlumat alacaqsınız ki, buğalar həmin xəbərlərdən tutunaraq iş olaraq, öz güvən olaraq özünüzü tam gücləndirə bilərsiniz və gücünüzü də göstərməyə bacaracaqsınız. Sadəcə olaraq bəzi evlə, mülklə bağlı problemlər sizin canınızı sıxa bilər. Bunları həll edəcəksiniz, narahat olmayın. Uğurlu bir həftədir, 84%-ə qədər həftənizi uğurlu etməyə bacaracaqsınız. Çünki gücünüz normadan çoxdur. Qız bürclərinə gələndə isə qız bürclər bu həftə mübahisəli həftədir. Bilirsiniz necə? Hər şeyə mübarizə aparacaqsınız. Mənimdir deyə tələb eləyəcəksiniz. Haqlı olduğunuzu göstərməyə çalışacaqsınız. İnsanların yalanlarını üzə çıxartmağı bacaracaqsınız və ola bilər ətrafınızdan çox insanları uzaqlaşdırasınız. Ola bilər ətrafınızdan çox insanları boşluqda saxlayasınız. Ümumi dəyərləndirsək, zamanın boşluğu var. Ətrafınızda olan insanları seçib uzaqlaşdırmaq üçün çox gözəl bir zaman olacaq sizdə və şəxsiyyətlə əlaqədar olaraq ümumi yetişatınız boş bir vəziyyətdə olacaq. Yəni belə deyim də, çabalanmağınız da o qədər güclü bir vəziyyətdə deyil, amma buna baxmayaraq belə deyim də, enerjilərinizin qarışıq vəziyyəti də sizi zaman çərçivəsinə doğru olduğunuz mühitlə əlaqədar boşluğa sala bilər. Psixolojik olaraq baskılı bir həftədir. Mühitin, sosiallığın sizə təsiri həddən artıq çox olacaq. Yüklənmələriniz həddən artıq çox olacaq. Zamanı belə deyim də çatdırmamaqla əlaqədar özünüzdə boşluq, özünüzdə deyingəlik normadan çox olacaq. Dəyərləndirə bilsək hər şeyi zaman çərçivəsinə doğru 75%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Amma yenə deyirəm, çox böyük səbir və çox böyük ağıl, məntiq lazımdır ki, bu qədər problemlərin yüklənmənin qarşısını alasınız deyə. Qız bürclər, sağlamlıqla əlaqədar ən vacib məqamlar, bilmirəm, saçla əlaqədar nələr problem var, dəri və saçla əlaqədar problemləriniz çoxdur. Ayaq topuq hissənizdə ağrılarınız, daban altında ağrılarınız, sinirsel olaraq da toxunuşlarınızda problemlər var. Bunlara fikir verməsiniz qız bürcləri.